Bundan öncə təxminən 4 il müddətində İmam Zəhəbinin Kəbair kitabını oxuyub şərh etdik, dərs etdik. O ümmətə xas olan, müsəlmanlara xitab olan bir elmdir, Kəbair. Müsəlmanlar böyük günahları öyrənməlidirlər, tərk etməlidirlər. Bu isə Kəbairdən daha mühüm, daha öncə olan İslamın əslini öyrədir, tövhidi öyrədir, la ilahə illallahı öyrədir. Müsəlmana vacibdir ki, bunu öyrənsin, bunu daim təkrarlasın, daim dinləsin. Və bu yazılan şeylər müsəlmanlara vacibdir ki, bunu bu müşrik qövmün içərisində yaysınlar. Elə bir ki, bir susuz qövmün içərisində kimlərsə bir quyu tapıblar, nə etməlidirlər ondan? Başqalarına da ondan ikram etməlidirlər. Şirk əhlinin içərisində, müşrik qövmün içərisində, hansı ki, quburlik var bu insanların, la ilahə illallahla bağlı heç anlayışları doğru deyil. La ilahə illallahın mənasını bilmirlər, qəbirlərə ibadət edirlər. Və bununla da bərabər özlərini İslamda zənn edirlər. Belə qövmün içərisində iman edən müsəlman yerində sakitim, mən iman etdim, getdim, evimdə oturdum, mən bildim, bəsdir, mən cənnətə girərəm, kim ara gedir, yesin. Belə olmalı deyil. Bilirsən, sənə çatıb, sən də yay. Özün anlada bilmirsən, anladanın dərsini yay. Qiyamət günü hər kəs bundan soruşulacaq. Hər bir kəs. Sən müsəlman oldun, müşrik bir qövmün içərisində, səni İslam'a dəvət etdilər, sən nə etdin? Sən nə etdin? Müsəlmanların bir yaşayışına baxırsan və sonra onu Qurana, sünnətə qaytarırsan, görürsən ki, çox uzaq bir həyat yaşayırlar. Müşrik qövmün içərisində iman ediblər, ancaq məşğuliyyət, ticarətlə məşğul olaq, gedək, dincələk, onu yiyək, bunu içək, bitdi. Belə mi yaşayıblar Peyğəmbərlər və ətrafında olan əshabı? Bütün qissələrə baxın Quran-ı Kərimdə. Musanın yanındaşılar, İsa'nın yanındaşılar, Muhammedin yanındaşılar, Peyğəmbərlərin ətrafında olan insanlar və Peyğəmbərlər özləri belə mi yaşayıblar müşrik qövmün içərisində? Yox, görəcəksən ki, başqa tür yaşayıblar. Sən onlar kimi yaşamırsan, onda sən niyə onlardansan? Necə sən müsəlmansan? Necə muvahhidsən? Necə tövhid əhlisən? Belə olmur. Dinləyən, öyrənən, anlayan insan vacibdir ki, bunun üzərində bir səy göstərsin. Gün ərzində müsəlmanı öz-özünə baxsın, bir güzgünün qabağında dursun. Özün üçün, nəfsin üçün, ailən üçün nə qədər vaxt, nə qədər ömründən xərclədin, sərf etdin və Allahın dini üçün nə qədər etdin. Tərəziyə qoysan bir gözü qalxacaq, özünə aid olan, Allahın dininə aid olan tərəfinə baxsan, heç etməmişsən. Bu nifaqdır. Həmçinin vəbaldır. Belə insanlar aza bilərlər. Allah bunu bunların əlindən ala bilər. Niyə? Çünki verilib, qiymətləndirmədilər. 15 ildən bəri Azərbaycanda o qədər tövhid cəmaatları olub ki, hamısı tövhid iddiasında olublar. İçində cihad təmayüllüsü olub, nə bilim, ixvan təmayüllüsü olub, təşvir təmayüllüsü olub, hər cürəsi olub. Baxın sonlarına, yoxdular. Niyə? Ya mənhəci doğru qoymayıblar, ya etiqad doğru olmayıb, ya da etiqad doğru olub, əməl doğru olmayıb. Nəticədə heç nə yoxdur. Və sonradan gələn indi tövhid üzərində özünü zənn edən və yaxud da yəqinlik fikrində olan ki, biz doğru etiqaddayıq, belə insanların da zamanəti yoxdur ki, bu cür yaşayışını Allah Subhanahu wa Ta'ala bir gün bu insanların əlindən alar. Bunu danışmaq, şərh etmək, anlatmaq, izah etmək bilən adamın üzərinə məsuliyyətdir. Edirsə bunu, danışırsa və bunun böyründə, kənarında bunun nəsiyyətini dedirsə ki, bunun məsuliyyəti nədir, təhlükəsi nədir, bunu da anladırsa, anladanın üzərindən qalxır. Anladanın üzərindən qalxır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vida xütbəsində, həcc ömrünün son vaxtında xütbə dedi, sonra yəni o 23 il Peyğəmbərlik dəvətinin sonucu kimi 100 bin insanın qabağında dedi ki, həl bəlləxtu Allah azə və cəllə xitabən dedi ki, və insanlara da şahid edərək çatdırdın mı? Bitdi. Onun üzərindən qalxdı ki, qaldı insanlara. Yəni bu iş belədir. Edilirsə təbliğ. Sən onun faydası olan kimi zərər ola bilər. Zərər nə zaman ola bilər? Doğru qiymətləndirmir və onu həyatında doğru tətbiq etməyəndə.